Salam dostlar, hər vaxtınız xeyir olsun. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanidə İctimai Birliyinin sədri Kamil Abdullayev. Dostlar, fikir bildirmək istəmirdim, amma görürəm ki, cahillik dünyanı tutub gedir. Ona görə də mən öz fikrimi bildirməliyəm ki, qoy bu xalq ayılsın, bilsin nə var, nə yox. Sosial şəbəkələrdə bu Arzum 999 ləqəbli bu bloger haqqında mənfi, müsbət danışanlar olur və gündəmi dəyişirlər. Eyni zamanda bu yaxınlarda mən gördüm, Manaf Ağayev haqqında da mənfi fikirlər söylənilir və onun şəxsiyyətinə toxunası elə fikirlər ifadə olunur ki, adam dəhşətə gəlir ki, gör kim kimin haqqında mənfi fikir söyləyir. Yəni bunlar hamısı mənə elə gəlir ki, zamanında, vaxtında Manaf Ağayevin çörəyini yemiş olan insanlardır. Onu Manaf Ağayev də deyir ki, ona kifayət qədər köməklik olunub və kömək elədiyinə görə bugün Manaf Ağayevi Manafçik adlandırır. Nə bilim, xoşa gəlməz ifadələr işlədir Manaf Ağayevin arxasında. Bunun əsas səbəbi nədir? Bunun səbəbini mən sizə izah etmək istəyirəm. Onları qoyduq bir kənara. Yadınızdadsa, 2 həftə bundan öncə bu İsrailin parlamenti erməni soyqırımının tanınması ilə əlaqədar qərar qəbul elədilər. Doğrudur ya yox? Amma ölkədə, Azərbaycanda bu barədə sanki müxalifət də sustu, iqtidar da sustu. Ara sıra ölkənin rəhbəri cənab İlham Əliyev bu soyqırımı pislədi və bildirdi ki, nəyə görə erməni soyqırımını tanıyan Yəhudilər, Yahudi icması, onun parlamenti ama Xocalı soyqırımını tanımır. Nəyə görə? Bir kəlmə söz. Gördünüz mü, müxalifət də sustu, saldı içinə. Bir nəfər danışmır. Və bu bloger Arzum 999 ləqəbli bu blogerin gündəmə gəlməsi, eyni zamanda Manaf Ağayevin gündəmə gəlməsi bu erməni soyqırımının tanınması İsrail tərəfindən tanınmasını aradan götürür və gündəm dəyişir. Xalqın artıq bu haqqında bilgisi az olur. Qoymurlar sosial şəbəkədə bu cür paylaşımlar eləməyə. İsraillilərdir, bunlar Yəhudilərdir, bunlara haqqında mənfi fikir söyləmək olar, ancaq müsbət fikir. Görürsünüz, Sibrizdə evlərin əksəriyyəti Emin Ağalarov dedi ki, bəs Yəhudilər yaşayırlar orada. Görürsünüz, ən yaxşı yerləri Yəhudilərə veririk, kül olur ondan sonra da bizim Azərbaycan xalqının başına. Bu haqqında görürsənmi, nə iqtidar, nə müxalifət bir kəlmə söz demir. Amma Arzumu Manaf Ağayevi gətirib gündəm eləyirlər ki, o məsələnin üstü ört-bastır olunsun. Birazdan da yaddan çıxıb gedəcək. Bax, görürsünüzmü? Burada deyirlər, siyasətə və siyasətçilərə etibar etmək olmaz. Ən əsası da Azərbaycanda mümkün deyil. Maddiyyat ortalığa gələndə onlar bir yerdə birləşə bilərlər. Bax, əgər ölkə rəhbəri bugünkü gün bu müxalifəti əlində saxlamasaydı, ölkədə ixtişaş baş vermişdi. Yəni, xalqı onlar düşünmürlər. Xalqa gəldikdə elə bil bunlar kör olurlar. Amma öz mənfəətlərinə gəldikdə isə ki, hakimiyyətdən pul qopardaq, burada maddi durum ortaya çıxanda hamısı birləşə bilirlər. Görürsünüz ölkədə nələr baş verir? Bunları bilmək lazımdır. Bir araya gəlirlər. Amma xalqın problemlərinin həll olunması məsələsində xeyr, onlar bir araya gəlməz. Və götürək, Müsavat Partiyasının rəhbəri İsa Qəmbər oturur, durur, Elçi bəy belə getdi, Elçi bəy ilə görürsünüzmü? O çiğnənmiş sözlər. Elçi bəy sizi hakimiyyətə gətirdi də. Nimət Pənahlını hakimiyyətə gətirdi, Pənah Hüseynovu hakimiyyətə gətirdi, İsa Qəmbəri. Ondan sonra Lənkəranda Əlikram Hümbətovu hakimiyyətə gətirdi, Sürət Hüseynova hakimiyyət. Bir-birinizi qırdınız da. Eyni zamanda indiki iqtidarda da bugün Sahil Babayevi hakimiyyətə gətirib, Mikayıl Cabbarova hakimiyyətə gətirib və digər nazirlər bugün ən yaxşı postlarda oturur da, nazir postunda oturur. Nə olsun ki, siz ölkənin durumunu tam şəkildə ölkə rəhbərinə çatdırmırsınız və sosial şəbəkələrdə bu haqqında yox,
başlayırsınız. Məmməd Əmin Rəsulzadə belə getdi, dövlət qurdu. Əbülfəz Elçibəy belə getdi, dövlət qurdu. Biz bunları başa düşürük, anlayırıq. Bugün xalqın durumu haqqında bir müxalifət nümayəndəsi ağzını açmır. Xalq acdır. İlham Əliyev hardan bilsin ki, bu xalqın cibində pul yoxdur. İlham Əliyevə göstərirlər ki, bəli, bizim iqtisadiyyatımız inkişaf eləyir. O da deyir, Mikail Cabbarov məni anlatmaz axı. İqtisadiyyatımız inkişaf eləyir. Və yaxud da Maliyyə Naziri Sahil Babayev deyir ki, iş yerləri açılıbdır, artıq hər şey normaldır. Və yaxud da digər başqa bir nazir. O da inanır. Müxalifət də susur. Xalq da müxalifətə deməli inam bəsləyir ki, yenə bu cahil, bu xalqın bəzi nümayəndələri elə bilirlər ki, Müsavat Partiyasının rəhbəri Səqəmbər hakimiyyətə gələn kimi bunları gün ağlayacaq və yaxud da digərləri hakimiyyətə gələn kimi bunları... Hələ bunlar bu soyqırım məsələsini, ortalığa atılmış bu soyqırım məsələsini görün heç gündəmə gətirə bilirlərmi? Bax, budur bizim problemlərimiz. Hamı gedir, yaltaqlanır Yahudilərə və Yahudilərin birbaşa nəzarət etdiyi kanallar da başlayırlar gündəmi dəyişmək üçün Manaf Ağayevə və yaxud da Arzum 999-a yer ayırırlar, sosial şəbəkələrdə paylaşımlar eləyirlər və s. və ilə axır ki, xalq bu məsələni, bu erməni soyqırımının tanınması məsələsi Yəhudilər tərəfindən ortadan qalxsın, gündəm dəyişsin. Məsələ bundan ibarətdir. Mən bunu sizə çatdırmaq istəyirəm. Diqqətinizə görə sağ olun.